Aha. Zəhmət olmasa səslərə nəzarət edirsiniz. Deməli, bugünkü mövzumuz olacaq qiymətləndirmə. Qiymətləndirmə və ya bəzən bunun adını deyirik dəyərləndirmə. Qiymətləndirmə ilə dəyərləndirmənin ümumi fərqi nədir? Qiymətləndirmə budur ki, biz uşağın faktiki fəaliyyətini qiymətləndirir, onun hansı bilik və bacarıq səviyyəsində olduğunu ölçürük. Amma dəyərləndirmə bir neçə dəfə uşağı qiymətləndirdikdən sonra onun ümumi inkişafını aylıq üzrə, 2 həftə üzrə, 3 həftə üzrə və ya ehtiyac gördüyümüz dönəmdən dönəmə nə dərəcədə dəyişdiyini oturub təhlil edirik. Yəni, əslində qiymətləndirmə faktiki olaraqdır. Yəni, hal-hazırda uşaq hansı standartlara cavab verir və hansı bilik bacarıqdadır. Bu qiymətləndirmədir. Amma uşaq nə dərəcədə dəyişib, onun 2 həftəlik statik göstəriciləri necədir, inkişaf müqayisəsi necədir? Bu artıq olur müqayisəli qiymətləndirmələrin təhlili. Yəni, 2 və daha artıq nəticənin bir-birindən müqayisəsi dəyərləndirmədir. Onda belə başa düşdük ki, qiymətləndirmə dəyərləndirmədən kiçik anlayışdır, dəyərləndirmə qiymətləndirmədən böyük anlayışdır. Və biz bəzən buna dəyərləndirmə də deyə bilərik, qiymətləndirmə də. Zaten biz bu sözü işlədəndə artıq müəllimin məqsədi nədir, bu özünü göstərir. Qiymətləndirmənin özəlliyi budur ki, ilk olaraq bütün qiymətləndirmələr uşağın çatışmayan, zəif tərəfinə yox, çatışan və müsbət tərəflərinə yönəlməlidir. Düzdür, biz uşağın zəif tərəflərini də aşkara çıxardırıq. Amma bunun üzərində qurulmur. Qiymətləndirmənin məqsədi uşağın zəif tərəfini yox, həm də onun güclü tərəflərini görməkdir. Biz qiymətləndirmə apararkən uşağı başqasına müqayisə etməməli, yalnız onun özü ilə müqayisəsinə yönəlməliyik. Qiymətləndirmə hər bir uşaq üçün individual olmalıdır. Bütün uşaqlar bütün meyarlara görə eyni səviyyədə qiymətləndirilməməlidir. Bunun sübutu məqsəddir, təlim nəticəsidir. Təlim nəticəsi neçə dənə qurulursa, o qədər də qiymətləndirmə meyarımız olur. SMART abreviaturasına görə 3 məqsəd qurmusunuzsa, 3 qiymətləndirmə meyarı olur ki, biz icmalda buna uyğun qiymətləndirmə yaradırıq. Və qiymətləndirmənin ölçülə bilənlik, yəni SMART-ın measurable deyirik, ölçülə bilən olmalıdır. Ona görə ki, biz bunu borcluyuq standartlardan alt standarta. Deyərsiniz, qiymətləndirmə niyə məzmun standartlarına sirayət etmir? Niyə inkişaf sahəsinə sirayət etmir? Çünki qiymətləndirmə məqsədə uyğun olaraq aparılır və məqsəd hardan çıxır? Alt standartdan. Biz bugün alt standartın dəqiqliyini deyiriksə, yəni alt standart dəqiq olaraq mötərizənin içərisində görürsünüz, həmişə aydınlaşdırır, deyir, qaçır, tullanır, hoppanır və biz orada bütün fəaliyyətlərin dəqiq təsvirini görürük. Alt standart dəqiqdirsə, onda məqsəd də spesifik ola bilir. Yəni, alt standartın dəqiqlik funksiyası SMART abreviaturasının spesifiklik funksiyasına xarakterize olunur. Və SMART abreviaturasının spesifik olması ölçülə bilənliyin konkret olmasına gətirir, çıxarır. Yəni, nəticə etibarı ilə alt standart dəqiq olmasaydı, qiymətləndirmə də dəqiq olmazdı və ümumi olardı. Ona görə də dediyimiz fikirdə ümumi sözü yanlışdır. Bizə desələr qiymətləndirmə ümumi aparılır, bu alt standartın dəqiqliyini, SMART-ın spesifikliyini pozan bir cavab olacaq. Çünki qiymətləndirmə də məqsədi daşıyır. Məqsədlə qiymətləndirmənin ortaq cəhəti budur ki, hər ikisi məşğələnin əvvəlində hazırlanmış olur. Çünki müəllim icmalı hazır edəndə qiymətləndirmə meyarlarını da öncədən hazır etmiş olur. Paralel olaraq məqsədi də öncədən hazır etmiş olur. Onda belə başa düşürük ki, qiymətləndirmə və məqsədin ortaq cəhəti nədir? Hər ikisi öncədən hazır olmuş olur.
Bəzən qiymətləndirmə meyarı öncədən hazırdır deyəndə müəllimələr düşünür ki, biz qiymətləndirməni öncədən aparırıq. Xeyr, meyar öncədən hazırdır, amma qiymətləndirmə sonda aparılır. Gəlin metodik tövsiyəyə baxaq. Bircə saniyə mən metodik tövsiyəni gətirim ekrana. Məktəbə qədər metodik vəsaiti. Bax, məsələn, Google-da kim yazsa ki, məktəbə qədər metodik vəsait, hamı görmüş olacaq bunu. Götürək, məsələn, bir mövzunun icmalını. Məsələn, götürürəm bu mövzunu. Ailəmiz mövzusu. Burada görürsünüzmü? Bunu mən cari planımda da bu mənim. Burada bir dənə qiymətləndirməm yoxdur. Qiymətləndirməni hazırlasam necə hazırlamış olacam? Burada olsun qiymətləndirməm. Qiymətləndirməni hazırlamış olsam, 3 dənə məqsədim varsa, 3 dənə də qiymətləndirmə meyarım olmuş olacaq. Aydın olur. Hətta vaxtımız olsaydı biz bunu Word-də yazardıq sizlə birlikdə ki, icmal necə hazırlanır və biz bunu kompüterlə necə işləməliyik, bunu rahat özünüzdə görə bilərdiniz. Biz ailəmiz haqqında danışır, yaxın qohumlar adlandırır və ailə haqqında məlumatlara cavab veririk. Məqsəd kimi kopyalayırıq Word-də və buradan götürürəm, kopyalayıram. Və daha sonra məşğələnin gedişini də yazıram. Vaxtım çox itməsin deyə, çünki vaxtınız azdır. Metodik tövsiyədə yəni istifadə olunmaq üçün çox açıqdır. Bir dənə mən burada əlavəm olacaq, yeniliklə tamamlansın deyə. Bir dənə burada refleksiv sual yazacağım. Əlavə olaraq refleksiv sual icmalda yazılmalıdır. Bir də 3 dənə qiymətləndirmə meyarı cədvəli çəkilməlidir. Bu 3 dənə qiymətləndirmə meyarı cədvəli də niyə görə 3 dənədir? Çünki məqsədin 3 dənədir. Məqsəd nədir? Məqsəd bu artıq başqa bir mövzudur. Məqsəd odur ki, mən dərsə daxil olanda nə etmiş olacam? Yəni, bu məqsədlər olmasa, biz məşğələ prosesinin planını qura bilmərik. Əgər sən ailə haqqında danışır, yaxın qohumunu adlandırır, ya ailə haqqında məlumat əsasında suallara cavab verir, məqsədini qurmasan, sən məşğələ prosesindən çıxanda sən bilməyəcəksən nə edəcəyini, ya daxil olanda. Çünki ailə o qədər geniş mövzudur. Ola bilər ki, ailə haqqında söhbət eləyər, ailə haqqında xoş təəssüratlarını bölüşər, ailə haqqında uşaqlar bir tətili necə keçiriblər, boş vaxtlarını ailəsinə necə keçirir. Yəni, hər şey ola bilər. Amma sən məqsədini dəqiq yazanda artıq bilirsən ki, məşğələ prosesini nəyə ayıracaqsan, əlavə söhbətlərə icazə verməyəcəksən, uşaqları doğru yönləndirə biləcəksən. Və təbii ki, bu məqsədə də çatıb-çatmadığını necə bilirsən? Hardan bilirsən ki, nəticə yönümlü müəlliməsən? Çünki qiymətləndirmə aparmaqla biləcəksən. 3 dənə məqsədim varsa, 3 dənə də qiymətləndirmə meyarın olacaq və nəticə etibarilə nə qədər nəticə yönümlü olub-olmadığınızı bilmiş olacaqsınız. Bəs məqsədin sayı niyə 3-dür və qiymətləndirmə meyarında da 3 dənə məqsədi biz qiymətləndirmiş oluruq? Niyə? Ona görə ki, bizim uşaqlarımız fərqli və fərdi potensiallara sahibdir və qrupu 3 hissəyə bölsək, aşağı təfəkkürlü uşaqlar, orta təfəkkürlü uşaqlar və yuxarı təfəkkürlü uşaqlar. Təbii ki, bu təfəkkürlü uşaqlar hər biri fərqli bilik və bacarığa sahib olduğu üçün onlara fərqli ölçülər lazımdır. Mən hər kəsi, qrupda 20 uşaq varsa 20-sini də ailə haqqında danışıra görə qiymətləndirə bilmərəm. 20-sini də yaxın qohumlarını adlandırıra görə qiymətləndirə bilmərəm. 20-sini də suallara cavab verir deyə qiymətləndirə bilmərəm. Çünki hər uşaqda bu bacarıq və potensial fərqlidir. Bəs nə edə bilərik? 3 dənə məqsədi quranda onsuz da sən achievable, Smart'ın achievable-ını, yəni əl çatanlığını qorumsan ki, hər bir uşağa diferensial yanaşırsan. Hətta müsahibədə sizə suallar verirlər ki, məşğələ prosesində uşaq fərdiliyini necə qoruyursunuz? Çox vaxt şablon cavablar olur, diferensial təlimin belə deyək, tələblərinə cavab verməyə çalışırıq.
fərqli yanaşırıq, hər uşağın qabiliyyəti. Bu yanlışdır. Yəni belə olmamalıdır. Bunun əvəzinə deməliyik, biz hər bir fəaliyyətdə, bu yalnız məşğələ yox, oyunda da, əməkdə də, təlimdə də, bütün, yəni demək olar ki, müşahidədə də biz 2-3 məqsəd qururuq. Çünki hər bir uşaq hansısa bir bacarığa gəlib çata biləcək. Və biz fərqli məqsədlər quraraq fərqli potensiallı uşaqları öncədən nəzərə almış oluruq. Və ən birinci fərqlilik və fərdlik və diferensiallıq burada başlayır. Və nəticə etibarilə onların da ölçülüyü, bilik və bacarığı fərqli məqsədlərə uyğun olaraq aparıla bilir. Və bu da bizə imkan verir ki, qrupda rəqabət yox, rəğbət mühiti yaradaq. Yəni əməkdaş mühiti. Və uşaqlar addım-addım inkişaf etsin. Və bugün metodikada Bloom taksonomiyasının rolu məhz bu məqsədlərdə düşüb. Məsələn, fikir verirsiniz, burada verilib, baxaq Bloom taksonomiya hissəsinə. Məsələn, ailəsi haqqında danışır. Fikir verirsiniz. Burada haqqında danışır. Bu anlama taksonomiyasıdır. Mən deyəsən qələm səhv götürdüm. Bu anlama taksonomiyasıdır. Çünki məzmun haqqında danışar, anlayanlar danışar. Yaxın qohumlarını adlandırır. Yaxın qohumlarını adlandırır, hafizə psixoprosesidir. Taksonomiyadan adlandırma olur, xatırlama. Lakin məlumat əsasında məlumatdan istifadə edərək deməkdir. Suallara cavab verir. Bu tətbiq etmədir. Tətbiq etmə. Çünki əsasında sözü varsa, istifadə etmə sözü varsa, tətbiq etmədir. Ailə haqqında məlumat əsasında məlumatdan istifadə edərək deməkdir deyə tətbiq etmədir. Sadəcə burada beyninizdə anlama, xatırlama, tətbiq kimi olur, bəli. Və biz beynimizdə belə bir sual yarana bilər və ya hətta bunu təzad kimi qiymətləndirə bilərik, ziddiyyət qəbul edə bilərik ki, bu necə ola bilər ki, birinci taksonomiya anlamaq, ikinci xatırlamaqdır. Ay, sağ olun, Aysu Cəfərovanın verdiyi sual kimi. Məsələ nədir? Məsələ birinci məqsəd çox sadə olduğu üçün, yəni ailə haqqında danışma çox sadə bir şeydir. Biz deyə bilmərik ki, ailəsini adlandırır, ailə üzvlərinin adını çəkir. Axı, bu xatırlama ilə versən, bu çox sadə olmuş olacaq. Və zaten hər bir uşaq öz ailə üzvünü adlandırır. Bu, heç bir bilik və bacarıq göstərmir. Amma ailə haqqında danışma anlamaqla verəndə, bu artıq biraz mürəkkəb bir bacarığa çevrilə bilir. İkinci məqsəd isə daha çətindir. Yaxın qohumları adlandırma ki, uşaq bilsin ki, birinci dərəcəli ailə üzvləri kimdir, ikinci dərəcəli. Mən yaxın qohumları haqqında danışma desəm, bu çətin olacaq, çox çətin olacaq. Amma adlandırır desəm, sadə olacaq. Yəni, birinci məqsədin taksonomik feili xatırlamaqdan daha mürəkkəb olsa da, məzmunu daha asandır. Lakin ikinci məqsədin məzmunu daha mürəkkəb, fəaliyyəti daha sadədir. Yəni, yaxın qohumları haqqında danışır desək, çox çətin olacaq. Yaxın qohumları adlandırır desək, sadə olacaq. Lakin, bəli, məqsəd sadədən mürəkkəbə doğru qoyulur. Taksonomik feillər burada əsla təzadlıq yaratmır. Yəni, düşünməyin ki, taksonomik feildə anlama, xatırlama və tətbiq etmə gəlirsə, burada taksonomik feillərin dinamikası pozulub. Xeyr, tamamilə biz də bu şəkildə qurmalıyıq. Amma məzmun sadədən mürəkkəb olmalıdır. Görürsünüzmü? Ailə sadədir, yaxın qohum biraz mürəkkəbləşib, ailə haqqında məlumat əsasında daha mürəkkəbləşib. Amma bunların balansını qorumaqda və düzgün məqsəd qurmağı nəyə borcluyuq? Hardan biləcəyik ki, mən doğru məqsəd qururam ya yanlış məqsəd qururam? Bloom taksonomiyası. Olacaq Bloom. Varislik prinsipi deyil bu. Varislik bu sistemlilikdir. Varislik prinsipi yaş qrupu üzrə getdikcə çətinləşdirməkdir. Bu, eyni yaş qrupu daxilindədir. Burada yaş qruplar arası yoxdur ki, buna varislik deyək. Bu, sadədən mürəkkəbi sistemlilik ardıcıllığının qorunmasıdır. Burada həm psixoloji ardıcıllıq var, həm də məntiq ardıcıllıq var. Bəli.
İndi başa düşdükmü ki, baxmayaraq, deməli siz də məqsəd yazarkən birincisini anlamaq, ikincisini xatırlamaq verə bilərsiniz. Və ya birincini xatırlama, ikincini anlama da verə bilərsiniz. Amma o şərtə ki, məzmunun sadə də mürəkkəbliyini qoruyasınız. Qoruya bilirsinizsə verə bilərsiniz. Bəs yaxşı, indi mən bu şəkildə təlimimi qurdumsa, yəni bu şəkildə taksonomik feilləri qurdumsa, mən doğrudan da nəticə yönümlü olacağam mı? Bəli. Hansısa bir valideyn məni qərəzli bir müəllim kimi, qərəzli etik prinsipini pozan müəllim kimi görəcəkmi? Xeyr. Niyə görməyəcək? Əsaslandıraq. Çünki valideyn gəlib mənə deyəcək ki, müəllimə, mənim uşağımı ola bilər şəxsi inkişafı izləməklə bağlı şikayət eləyər. Ola bilər yekun hesabatla, ola bilər diaqnostiklə, fərqi yoxdur. Amma hər bir halda yekun hesabatdan şikayətçi olan valideyn, deməli indiyə qədər şəxsi inkişafı izləmədən onun heç bir xəbəri olmayıb. Günahkar müəllimdir. Çünki müəllim valideyni təşviq eləməlidir. Valideynə müəllim məlumat verməlidir. Vaxtında şəxsi inkişafı izləmənin təsirlərindən xəbər olsaydı, yekun hesabatın nə yazılacağını öncədən həmin valideyn təxmin etməyi bilməli idi. Deməli, mən yekun hesabatda şoka düşürəm və bu nə nəticədir deyirəmsə, deməli, mən şəxsi inkişafdan xəbərim olmayıb. Və yaxud şəxsi inkişafı izləmədən xəbəri olmayan valideyn ki, narazılıq eləyir, deməli, uşağın diaqnostik göstəricilərindən xəbəri olmayıb. Yəni, nəticə etibarilə diaqnostik şəxsi inkişaf izləməyə, şəxsi inkişaf izləmə də yekun hesabata təsir edir. Diaqnostiki ədalətli və düzgün və peşəkar aparmayan müəllim şəxsi inkişafı izləmədəki təcrübəsindən danışa bilməz. Şəxsi inkişafı izləmədəki təcrübənin varlığını və ya ümumiyyətlə düzgün gedişatını bilməyən müəllim və aparmayan müəllim yekun hesabatın obyektivliyindən danışa bilməz. Çünki bunlar bir-birini tamamlayan bir mexanizmdir. Bizə desələr ki, şəxsi inkişafı izləmə deyək bir situasiyadır. Deyir, şəxsi inkişafı izləmə tam fərqli bir qiymətləndirmədir. Yekun hesabat nəticələrinə heç bir təsiri yoxdur. O ayrıca müstəqil aparılır. Yanlışdır. Necə təsiri yoxdur? Bu bir-birindən asılı olan bir şeydir. İndi biz bu qiymətləndirmədə də hər bir uşağın fərqliliyinə, yəni zəif aşağı təfəkkürlü uşaqlar biri xatırlayacaq, biri anlayacaq, biri xatırlayacaq, biri tətbiq eləyəcək və nəticə etibarilə mən bir neçə tip uşağı bir məşğələ prosesində nəzərə almış oldum və qiymətləndirməni də 3 meyar əsasında aparmış oldum və beləliklə fərqliliyi həm məqsəddə, həm də qiymətləndirmədə qorunmuş oldum. Məqsəd nədirsə, qiymətləndirmə meyarı ona uyğun qurulmalıdır. Qeyd edim ki, hal-hazırda hər məşğələ prosesində cari məqsədə uyğun olaraq apardığımız qiymətləndirmə şəxsi inkişafı izləmədir. Şəxsi inkişafı izləmə qiymətləndirməsi alt standartın funksiyasıdır. Niyə alt standartın tələbinə cavab verir? Ona görə ki, bu məqsəd hardan çıxır? Ailə haqqında danışma hardan çıxır? 2-1-1 standartından çıxır. Yəni, bu məqsədin var olma səbəbi bu alt standartdır. Deməli, bu məqsədə uyğun da qiymətləndirmə aparırıqmı meyarını? Deməli, qiymətləndirmə məqsədə müvafiq olduğu üçün, deməli, alt standartın tələbini reallaşdırmış olacaq. İndi baxaq açar sözlərimizə və məzmuna. Gətirəcəm ekrana indi. Və beləliklə 3 qiymətləndirməmiz oldu. Diaqnostik, inkişafi izləmə və yekun hesabat. Diaqnostik qiymətləndirməni aparmaq çox önəmlidir. Niyə görə? Əgər diaqnostik qiymətləndirməni aparmasaq, bu zaman biz əsla uşağın mövcud vəziyyətini görə bilməyəcəyik. O hansı bacarığa sahibdir, hansı potensiala sahibdir, hansı bilik səviyyəsindədir. Yəni, bunu həmişə müəllimlərə bir misalla izah edirəm. Bir həkimin yanına bir pasiyent gedəndə həkim birdən-birə götürüb resept yaza bilərmi? Xeyr. Birinci olaraq nə etməlidir? Onun
reseptinə, daha doğrusu onun analiz nəticələrinə baxmalıdır, analizə göndərməlidir, müayinə eləməlidir. Görək şikayətləri nədir, şikayətlərini dinləməlidir. Bəlli bir əlinə informasiya toplayandan sonra ki, hə, pasiyentin analiz göstəriciləri budur, şikayəti budur, ağrısı budur. Bundan sonra əlinə alıb resept yazacaq. Bəs müəllim də yeni uşağı görürsə, tanımır ki, diaqnostik qiymətləndirmə aparır da, deməli buna ehtiyac görür ki, diaqnostik qiymətləndirmə aparır. O zaman nə edəcək? Müəllim həmin uşaqla söhbət eləyəcək, müşahidə aparacaq, müsahibə aparacaq, işçi vərəqləri verəcək onun potensialını üzə çıxartmaq üçün. Hə, tanıdı, gördü ki, bəli, uşağın hal-hazırda faktiki bilik və bacarığı nədən ibarətdir? Bir də sual verməyin. Mən sualları özümə adaptasiya olduğum üçün oxuya bilmirəm. Çünki fikrim dağılır. Ona görə də chat bölgəsini oxumuram. Zəhmət olmasa mövzunu tamamlayın, sonra suallarınızı verərsiniz. Və mən artıq baxıram ki, bəli, uşağın hal-hazırda faktiki mövcud vəziyyəti nə yerdədir, o hansı bilik bacarıq səviyyəsindədir və mən başlayıb nə edəcəm? Artıq bu əlimdəki indikator, yəni indikator nə deməkdir? Göstərici. İndi bu indikator əsasında plan tərtib edəcəm. Onda biz diaqnostik qiymətləndirmənin açar sözlərini nə götürəcəyik? Mövcud vəziyyət, başlanğıc təhlil, ilkin vəziyyət, plan hazırlamaq, plan tərtib etmək, uşağın potensialını üzə çıxarmaq, potensialını müəyyənləşdirmək, potensialını nəzərə almaq, bunları götürəcəyik. Qeyd edim ki, diaqnostik qiymətləndirmə sayəsində, necə ki, həkim diaqnoz qoyub nə edir? Pasiyentin nə ehtiyacı var üzə çıxardır, düzdür? Bədəninin nələrə ehtiyacı var? İndi müəllim də diaqnostik qiymətləndirməni apararaq uşağın 3 əsas ehtiyacını, tələbatını üzə çıxartmış olacaq. Bu idrak tələbatı, bu emosional tələbat və ünsiyyət tələbatı. Yəni normalda potensialı üzə çıxarmaq və potensialı təyin etmək və uşaq tələbatlarını üzə çıxartmaq uşaq yönümlü prinsipdir. Tələbatların müəyyənləşdirilməsi, məhz tələbatlar dərsidir, ona görə bu mövzu ilə çox sistemlidir, əlaqəlidir. Ona görə diaqnostik qiymətləndirmə aparmaq həm differensiallıq prinsipidir, həm uşaq yönümlüdür. Ona görə differensialdır ki, ola bilər ki, bir göz həkimidir, amma bütün pasientlərin gözlə bağlı şikayəti eyni deyil. Hər kəsdə fərqli orantılardadır, göstəricilərdədir. Tərbiyəçi üçün də belədir. Ola bilər ki, bütün qrup yenidir, hər kəsin ehtiyacı, tələbatı fərqlidir. Yəni, idrak cəhətdən də birinin hafizə problemi var, birinin diqqət problemi var, birinin təxəyyül problemi var, birinin təfəkkür problemi var, birinin ümumiyyətlə qavrama problemi var. Eyni mi yanaşaq? Xeyr. Deməli, bu differensiallıq tələb edir. Və ya emosional cəhətdən də biri hədsiz dərəcədə qorxan uşaqdır, amma biri hədsiz riskli uşaqdır. Biri özünü ifadə edən uşaqdır, biri duyğularını gizlədən uşaqdır. Biri kimi gördü qucaqlamaq istəyir, biri amma hamıya soyuq davranır. Deməli, emosiyalar da fərqlidir. Və yaxud ünsiyyətdə də biri çox danışan, biri asosial, biri fərd daxilidir, biri elə hər şeyi sual verib aydınlaşdırmağa çalışır. Yəni, ona görə də hər bir tələbat differensialdır. Məhz differensial olduğu üçün diaqnostik, yəni hər uşağın bu 3 tələbatını individual aşkara çıxartdığımız üçün uşaq yönümlü və differensialdır. D qaydası kimi yadda saxlayaq. Və paralel olaraq ikinci tip prinsip bizdən nə soruşa bilər? Deyə bilər ki, tərbiyəçi diaqnostik qiymətləndirməni aparır. Yəni, uşağın potensialının mövcud vəziyyətini, başlanğıc təhlilini üzə çıxarır və təyin edir qabiliyyətini. Lakin planında heç bir çevik dəyişiklik etmir. Yəni, apardın, tamam, uşaq yönümlüyü qorudun. Amma sən hardan qaldınsa, oradan da
davam edirsənsə, yəni uşağın vəziyyətini heç nəzərə almadan elə planını olduğun və düşündüyün kimi də, yəni necə planlamışdın, o cürdə saxlayırsan. Deməli, burada inkişaf getməyəcək. Çünki sən o potensialını görə müəyyən etmişdin ki, planda dəyişiklik edəsən. Amma sən planda dəyişiklik etmədin, deməli, inkişafı pozmuş oldun. Açar sözlərimiz bunlardır, qeyd olunub. İlkin mərhələdir, planda çevik dəyişiklikdir, mövcud sözü varsa, başlanğıc təhlili varsa, ehtiyacı aşkara çıxarmaq sözü varsa, maraqlar, dünya görüş, müsahibə yolu ilə məlumat almaq ola bilər, mühit haqqında məlumat toplamaq olar, inkişaf məqsədlərinin dəqiqləşməsi, strategiya plan deməkdir. Planın dəyişməsi, qeyd etmişəm burada, planın tərtib olunması. Bax, plan tərtib olunur diaqnostik qiymətləndirmədə. Plan həyata keçirilir şəxsi inkişafı izləmədə. Planın effektiv olub-olmadığı yoxlanılır yekun hesabatda. İndikator rolu, göstərici rol oynayır. Zona 1-i müəyyən edir. Zona 1 nədir? Uşağın komfort alanı, mövcud vəziyyəti, hal-hazırdakı göstəriciləri deməkdir. Və burada da diferensial yazmışam. Niyə diferensialdır? Çünki potensial müəyyən olunur və nəzərə alınır. İkinci qiymətləndirməmiz inkişafı izləməkdir. İnkişafı izləmə ən gərgin, ən əziyyətli, tərbiyəçiyə görə gərgindir. Təbii ki, tərbiyəçi üçün əziyyətlidir, tərbiyəçi üçün bu yorucudur, amma uşaq üçün çox effektivdir, uşaq üçün ən mərkəzdə dayanan qiymətləndirmədir, uşaq üçün ən vacib qiymətləndirmədir, icmalın olmazsa olmazıdır, hər an aparılır, Smart'ın Miyasurabılı inkişafın izlənilməsidir, ən həssas qiymətləndirmədir, ən gözləntili qiymətləndirmədir, rəy vermə burada verilir. Niyə görə? Çünki məqsədə uyğun hər gün dərs keçirsən və hər dərsdə də inkişafın izlənilməsi aparılır. Deməli, bu o qədər effektivdir ki, hər məşğələ prosesində artıq uşaq bizim şəxsi müşahidəmizdə qalır və davamlı qiymətləndirmədir, daimi qiymətləndirmədir, hər zamandır, mütəmadidir, müvəqqəti deyil. Biz qiymətləndirməni apararkən bir neçə vasitəsindən də istifadə edəcəyik. Birazdan bu şəxsi inkişafı izləmənin vasitələrindən danışacağıq. Bax, məsələn, mən burada qeyd etmişəm, plan tərtib olunur, diaqnostik. Burada artıq plan həyata keçirilir inkişafı izləmədə. Ola bilər, bunu oxuyub gedərsiniz. Bu artıq müəllimənin nə qədər diqqətli olmasından asılıdır. Bunu oxuyub keçməyin təbii ki. Çünki sabah plan tərtib olunur deyəndə başqa cavab götürəcəksiniz. Plan həyata keçirilir deyəndə başqa cavab götürəcəksiniz. Planın effektiv olub-olmaması müəyyənləşir deyəndə başqa cavab götürəcəksiniz. Bunlar çox önəmlidir. Açar sözlərdə bu dediklərimin hamısını yazmışam. Elə bu kitabını da qeyd edim ki, kitabdır. Çevik dəyişiklik diaqnostikdir. Həyata keçirmək, şəxsi inkişaf izləmədir. Plan tərtib, bir də deyirəm. Planda çevik dəyişiklik də diaqnostikdir. Planı tərtib etməkdir diaqnostikdir. Lakin planı həyata keçirmək, inkişaf izləmədir. Planın effektivliyini yoxlamaq yekun hesabatdır. Gördüyünüz kimi burada müntəzəm sözü yazmışam. Mövcud sözü diaqnostikdir. Müntəzəm nə deməkdir? Davamlı, hər zaman, məsafəsiz, kəsintisiz və sair sinonim sözlərini də onun gözünə qata bilərsiniz. Yetər ki, müntəzəm sözünün nə üçün və necə və harada istifadə olunduğunun məzmununu başa düşəsiniz ki, situasiyada da bunu doğru şəkildə dəyərləndirə biləsiniz. Və alt standartın reallaşmasına xidmət edirik, qeyd etdik. Bayaq bununla bağlı məqsədin izahını verdim sizə. Niyə görə alt standart deyildi? Çünki alt standartdan məqsəd çıxarıldı və icra prosesi izlənilir. Yəni, məşğələnin nə qədər effektiv, nə qədər uğurlu olub-olmadığı yoxlanılır. Burada da suallarını vermişik. Uşaq necə öyrənir, necə inkişaf edir və biz hansı addımlar atmalıyıq? Bununla bağlı bir qiymətləndirmədir. Gündəlik sosial hazırlıq. Deyəcək, rəy vermə hansı qiymətləndirmədir? Rəyi hər məşğələ verirsən. Hər məşğələdə apardığın qiymətləndirmə hansı olacaq? Təbii ki, inkişaf izləmə. Çünki yekun hesabatı hər məşğələ aparmırsan. Diaqnostika hər məşğələ aparmırsan. Könül Şükürova, səsi bağlayın. Könül xanım, səsi bağlayın. Əks əlaqə, rəyi hər zaman verirsən və bu davamlıdır. Rəy vermə hər məşğələdə olmalıdır, isti-isti olmalıdır. Deməli, hər məşğələdə olan şey
Yeganə inkişafı izləmədir. Hər məşğələdə görə biləcəyin şey inkişafı izləmədir. Hər məşğələdə görə biləcəyin şey rəydir, gözləntidir, sağlam mühitdir, sağlam psixologiyadır, doğru gözləntidir, əks əlaqədir. Məşğələ zamanı aparılan sadəcə inkişafın izlənilməsidir. Gündəlik psixoloji vəziyyət, çünki uşağın rəyi elə bir formada deməlisən ki, destruktiv olmasın, konstruktiv olsun, emosional olmasın, idrak yönümlü olsun, ümumi olmasın, xüsusi olsun. Bunlar hamısı nədir? Uşağa həm doğru inkişaf etmək üçün iz göstərir, həm də sağlam bir modeldə rəy verməlisən ki, uşaq özündən aşağı gözləntilər qurmasın. Gündəlik olaraq uşağın hazırlığı əsas sayılır. Burada refleksiv suallar qeyd edim ki, metakognitiv bilik və refleksiv suallar, bununla bağlı mən öncəki ödənişsiz dərsimdə izahlar vermişəm. Refleksiv sual nədir və metakognitiv bilik nədir? Baxarsınız, bilməyənlər baxar. Metakognitiv bilik refleksiv sualların nəticəsində alınan cavablardır. Yəni, refleksiv sual tərbiyəçi tərəfindən verilir, metakognitiv cavab uşaq tərəfindən tapılır. Tərbiyəçinin refleksiv sualı uşağın metakognitiv cavablarından tamamlanır. Davranış faktları sənədləşdirmə, buna nümunələr gətirəcəyik, portfolio olacaq, iş nümunələri olacaq, fəaliyyət məhsullarının təhlili olacaq, sistemli məlumat toplamaq, ən effektiv qiymətləndirmədir, planı həyata keçirməkdir və cədvəllərdən istifadə olunmasıdır. Vasitələr haqqında birazdan danışacağım. Və gəldik, keçdik yekun hesabat. Yekun hesabat 2 dəfə aparılır. 1-3 yaşın və 6 yaşın sonu üçündür. Şəxsi inkişafı izləmənin nəticələri real, obyektiv, qərəzsiz olmasa, yekun hesabatda yazacağımız sözlər bir toplu olmuş olacaq. Məzmun əhəmiyyət kəsb etməyəcək. Çünki burada müəllim bunu qeyri-real şəkildə yazmış olacaq. Yekun hesabatı yazarkən çalışmaq lazımdır ki, bir inkişaf sahəsinin məzmununa yox, bir neçə inkişaf sahəsi, yəni 4 inkişaf sahəsinin də məzmununa yer vermiş olaq. Təbii ki, uşağın bacarmadığını yox, paralel bacardığını vurğulayaq və bunu konstruktiv yazaq. Məsələn, bir hiperaktiv uşaq haqqında yekun hesabat yazırıqsa, fiziki, məsələn, deyək ki, fiziki inkişafla bağlı qaçır, tullanır, hoppanır, idrak cəhətdən də yazırsan, dərsə qulaq asmır, diqqət yoxdur, belə yox. Yazırsınız, məsələn, tullanma, hoppanmada aktivdir, lakin ip üzərində hoppanmada diqqət göstərməyə bilir. Yəni, burada artıq mən onun aktiv olduğu tərəfi birinci vurğuladım. Onun passivlik tərəfində göstərdim ki, axı ipdən hoppanmaq üçün diqqətli olmaq lazımdır. Amma bunun ayağı deyək ki, ipə hər dəfə ilişir, yıxılır, yönəlmir. Deməli, bunun iplə bağlı problemi var. Və yaxud deyirik ki, basket topu atır, oynayır, gücü çatır, fiziki qüvvəsi çatır, lakin səbətdən topu keçirməkdə əziyyət çəkir. Çünki axı diqqət defisitli olan uşaqlarda simmetriya problemi olduğu üçün topu da atanda o diqqət problemi var. Yəni, bununla bağlı bir şey yazırıq. Yəni, paralel, çünki hiperaktiv uşaqlarda fiziki inkişaf həmişə yaxşı olur da, amma çatışmayan tərəfi də onun yanında vurğuluyuruq. Amma birinci çatışanı yönəldik və yaxud idrakda götürüb yazmırıq, uşaqda diqqət yoxdur, o yoxdur, bu yoxdur, yox. Yazırıq, stol üstə, məsələn deyirəm də, mən şərti bir uşaq nümunəsi gətirəm. Siz də hər uşağa uyğun bunu tənzimləməlisiniz. Məsələn, əlinin göz yaddaşı yaxşıdır, lakin manevr tələb edən oyunlarda, hansı ki bu stolüstü didaktik oyunun manevr tələb edən labirint oyunları var. Labirint oyunlarda bəzi yerlərdə çətinlik nümayiş etdirir. Artıq burada biz həmin uşağın həm stolüstü oyuna olan marağını, həm də labirint tapşırıqlardakı çətinliyini göstərmiş oluruq. Və yaxud emosional cəhətdən yazanda deyək ki, bir yerdə dayanmır, yoldaşlarına mane olur, belə yazırıq. Yazırıq ki, yoldaşlarınla əməkdaşlıq etməyə
meyl göstərir. Lakin bəzi arzu olunmayan davranışlar, bunu mövzu tərzdə yazırsınız. Hansı davranışlardır? Davranışlar buna maneçilik törədə bilir. Və yaradıcılıq cəhətdən də bunun kimi konstruktor oyunlarına meyil göstərir, qurmaq bacarığı yaxşıdır, lakin işi sona çatdırmaqda əziyyət çəkə bilir. İndi bu başqa hər bir uşaq üçün, bu autizm uşaq da fərqlidir, bu sağlam uşaq da fərqlidir, bu diqqəti güclü olan uşaq var ki, hafizəsi zəifdir, hafizəsi güclü olan uşaq var, təxəyyülü zəifdir, təfəkkürü zəifdir. Hər uşağın doğru həmləsini yazmaq lazımdır. Yekun hesabat o zaman effektiv olur və qeyd edim ki, yekun hesabat şəxsi inkişafı izləmədən fərqli olaraq məzmun standartına əsasən aparılır. Niyə? Çünki gəlin sizə bunu yenə metodik vəsaitdə göstərim. Baxın, hər bir metodik vəsaitin yaş qrupu 54 səhifəlik hətta PDF-də də, dövlətin bizə təqdim etdiyi PDF-də də ümumi təlim nəticələri göstərilmiş olur. Fikir verirsiniz, burada da məktəbə hazırlıq 5-6 yaş qrupu üzrə ümumi təlim nəticələri və məzmun standartları yazır. Niyə görə məzmun standartları yazır? Çünki burada, baxın, fiziki inkişaf, gigiyena, süfrə mədəniyyəti, həyatına, sağlamlığına təhlükə yarada biləcək. Yəni, fiziki inkişafı bir əsas standart kimi yox, həm əsas standart, həm də o fiziki inkişafa bir, gigiyenaya bir, masa alt standart deyək də, masa davranışına bir, süfrə mədəniyyətinə bir, hamısına görürsünüz açıqlama gətirib. Deməli, burada yalnız alt standartı yazmayıb, onları ümumi yazıb. Və ümumi təlim nəticələri və məzmun standartları əsas standart və alt standartın birgə məcmusundan gəlir. Ümumiyyətlə, məzmun standartları nəyə deyilir? Məzmun standartı, əsas standart və alt standart birlikdə məzmun standartları adlanır. Və mən də 5-6 yaş uşaq üçün yekun hesabat yazanda, bax, bunlara cavab verən bir statistika götürməliyəm. Aydın oldu? Yəni, mən burada artıq bundan kənara çıxmamalıyam. Ona görə də perspektiv planın nə qədər uğurlu olub-olmadığını biz yekun hesabat nəticələrindən görə bilirik və yekun hesabat şəxsi inkişafı izləmədən asılı olaraq, fərqli olaraq məzmun standart oldu, amma şəxsi inkişafı izləmə alt standart oldu. Çünki məzmun standartları deyəndə əsas və alt standart birgə götürülür. Amma alt standart deyəndə artıq orada deməli əsas standart yoxdur, sadəcə altı vurğuluyur. Amma məzmun standartları deyəndə əsas və altı birgə götürməlisiniz. Bunu da diqqətdə saxlayın. Yəni, yekun hesabat, bax, bu ümumi təlim nəticələrinə əsasən yazılır. Deməli, nə oldu fərqimiz? Şəxsi inkişafı izləmə məqsədə müvafiq yazıldı. Yekun hesabat ümumi təlim nəticəsinə əsasən yazıldı. Şəxsi inkişafı izləmə alt standart əsasən yazıldı. Yekun hesabat məzmun standartına əsasən yazıldı. Bu bizim əsaslı fərqlərimizdir. Müəllimə, bir sual vermək olar. Yox, sonda verməyim. Kaydımız körlanır. Sonda suallarınızı alacağım. Yazın kənara ki, unutmayasınız sualınızı. Və daha sonra növbəti mərhələyə keçiddir. Qeyd edim ki, burada da qeyd etmişəm, fikir verin. Yaş qrupunun sonu üçün məzmun standartları əsasındadır. Uşağın inkişafı ümumiləşdirilir. Cəmləyicidir, geri dönüşü yoxdur. Çünki 6 yaşın sonudur. Fərz eləyin ki, uşağın çatışmayan tərəflərini üzə çıxartmışsınız. Neyniyəcəksiniz? Növbəti bir planınız, addımınız varmı? Yox. Deməli, bunun geri dönüşü yoxdur. Artıq oldu, bitdi, çıxdı, getdi. Keçmişə yönəlikdir. Gələcəyə yönəlik deyil. Cəmləyicidir. Çünki indiyə qədər olan bilik bacarığı ümumi toparlayır. Axı, ümumi təlim nəticəsidir. Ümumi təlim nəticəsi də cəmləyici olaraq nəzərdə tutulur. Digər qiymətlərə baxmış, keçmişə yönəlikdir. Nəticəsi portfolyoda saxlanılır. Ümumi təhsilə qəbul üçün əsas deyil, amma məktəb müəlliminə təqdim oluna bilər nəticəsi ki, məktəb müəllimi uşağı tanısın. Növbəti mərhələyə keçiddə istifadə oluna bilər. Bu qədər. Bu oldu bizim yekun hesabatımız. Və gəldik, keçdik qiymətləndirmə vasitələrimiz.
Qiymətləndirmə vasitələrimizdən burada nümunələr var. Nümunələrə baxacağıq. Burada portfolyodur, burada müşahidənin fərqləridir. Burada da qiymətləndirməyə verilən əsas prinsiplərdir. Hər birinin əsas vacib detallarını yazmışam. Portfolyo nədir? Portfolyo haqqında burada xüsusi qeydimiz var. Portfolyo nədir? Portfolyo burada sadəcə qısa formada yazmışam yuxarı hissədə. Burada daha açıqlayıcı. Portfolyo uşağın inkişafını göstərir. Ümumiyyətlə belə bir məlumat deyim ki, portfolyonun özəlliyi bütün qiymətləndirmə vasitələrindən daha geniş olmasıdır. Portfolyonun özəlliyi bütün qiymətləndirmə vasitələrinin nəticələrinin portfolyoda saxlanıla bilməsidir. Portfolyo qovluqdur. Burada uşağın bir dənə qəbul tipli cümlə deyəcəm. Bunu heç vaxt unutmayın. Qəbul tipli cümlə nədir? Bizə deyəcək ki, verilənlərdən biri yanlışdır. Məsələn, A variantı. Portfolyo tərbiyəçinin məşğələ keçdiyini sübut edən və ya əsaslandıran bir qovluqdur. Bəli, bu doğru cavabdır. Amma B-də deyəcək ki, portfolyonun məqsədi uşağın gördüyü işləri sübut etməkdir. Bu yanlışdır. Birinci və ikinci fikrin arasında olan fərq nədir? Biri var ki, deyirsən ki, portfolyo müəllimənin dərs keçdiyini sübut edir. Bəli, əsas sayılır çünki doğrudur. Amma məqsədi dərsi keçdiyini sübut etmək yox. Məqsədi uşağın inkişafını davamlı nəzarətdə, kontrolda saxlamaqdır. Və uşaq nə dərəcədə inkişaf edir, nə dərəcədə uşağın gücü tərəfləri daha da yaxşılaşır, zəif tərəfləri daha da güclənir. Ola bilər uşaq da var ki, gücü tərəfləri zəifləyir. Hamısını biz görə bilərik. Portfolyo bizə bir növ hər şeyi görmək üçün bir kamera kimidir. Qeyd edim ki, yeniliklərdən portfolyo haqqında bir açar söz gəlib. O söz portfolyo təlimin pasportudur sözüdür. Yalnız yeniliklərdən bu var. Təlimin pasportudur. Bunu da kitaba salmışam. Ümumiyyətlə, yeni açar söz kitabında bütün yeniliklərlə bağlı çərçivədə ki, yeni tövsiyə olunan və yeni məlumatlar verildi. Hamısını kəsintisiz olaraq salmışam. Və portfolyo təlimin pasportu. Siz də belə bir söz görsəz ki, o nədir ki, təlimin pasportudur? Deyə bilər, A variantı şəxsi inkişafı izləmə, B variantı yekun hesabat, C variantı fəaliyyət məhsulunun təhlilidir, portfolyo, cavabı götürəcəyiz, portfolyo. Portfolyonun ən böyük mənfi tərəflərindən biri orada valideynin və uşağın portfolyoya çıxışının olmamasıdır. Müəllimə buna ehtiyac görmür, sadəcə çünki bunu rəsmi bir sənəd kimi qorumağa çalışır və kimsə gələndə, hansısa bir komissiya yoxlama gələndə bunu göstərsin deyə. Yəni bir növ nümayiş xarakterli olur. Amma belə olmalı deyil. Hər bir valideyn uşağının işi haqqında hali olmalıdır. Çünki biz gələcəkdə valideynin həm ictimai, belə deyək də, etimadını qazanmaq, çünki biz həmin bağçada qərəzli müəllim kimi görünməyək və yaxud sabahlarım hansısa bir narazılıq olanda məni qeyri-obyektiv və ya işimin, belə deyək, şəffaf şəkildə görmədiyimlə bağlı məndə günahlandırmalar etməsin. Burada da yenə görürsünüz, müəllimə uşaqların bütün gücü tərəfləri, zəif tərəfləri, gedişat, hər bir şəxsi inkişaf izləmənin, yekun hesabatın nəticələri, nümunələr qeyd olunmalıdır. Ən azı həftədə minimum 2 sübut, yəni işdir, fotodur, qeyddir, qeyd olunmalıdır. İş nümunələri də, təsviri qeydlər də hamısı burada saxlanılır. Tarix, mövzu, bugün uşaq nə öyrəndi, bununla bağlı qısa cavab qeyd olunmalıdır. Nə dəyişdi, nə çatmır, niyə sualına cavab verməlidir? Yəni bu şəkildə.
Daha sonra valideynlə əməkdaşlıqdır. Biz şəffaflığın təmin olunması üçün valideynə heç olmasa ayda bir dəfə mini təqdimat etməliyik. Uşağın öz iştirakını dəyərləndirməliyik. O orada öz işindəki fərqləri özü ilə müqayisə edərək görə bilirmi? Nə dəyişdi, nədə uğur qazandı, nədə çətinlik yaşadı? Məhz metakognitiv bilik dedik ya bayaqları ki, şəxsi inkişafı izləməlidir. Məhz müəllimənin refleksiv sualı portfolioda çox önəmlidir və uşağın verdiyi metakognitiv cavablar özünə tənqidi yanaşması və kritik düşünməsi baxımından çox vacibdir. Və qeyd edək ki, biz diqqətli olmalıyıq. Portfolionun konfidensial şəraitdə qorunduğuna diqqətli olmalıyıq. Yəni çalışmalıyıq ki, portfolioda icazəsiz paylaşım olmasın. Valideyn və tərbiyəçi və hüquqi şəxsdən başqa heç kimin portfolioya çıxışı olmasın və çalışmalıyıq ki, portfolionu biz zibil qutusuna çevirməyək. Bu elə özlərinin, yəni Artinin bizə məsləhət gördüyü şəkildə vurğulayıram. Çünki portfolio o zaman səmərəsiz olur ki, orada biz məqsədsiz kağız yığıntısı və yaxud şərhsiz bir foto qoyuruq və yaxud ümumi qeydlər yazırıq. Bu səmərəsiz bir portfolio imicini göstərir. Daha sonra keçək müşahidə haqqında danışmağa. Müşahidə haqqında da yazmışam burada, düzdür, amma burada xüsusi olaraq müşahidələrlə bağlı qeydlərim var. Var gündəlik müşahidə, var dövr müşahidə. Gündəlik müşahidə hər zaman aparılır. Bunun fasiləsi yoxdur. Məhz elə şəxsi inkişafı izləməyə fasiləsiz qiymətləndirmə demək səbəbimiz də budur. Yəni fasiləsiz aparılır, hər gün aparılır, müntəzəmdir, saatı yoxdur, vaxtı yoxdur, əməkdə də ola bilir, təlimdə də ola bilir, oyunda da ola bilir, müşahidədə də ola bilir, gəzintidə də ola bilir, fiziki mədəniyyətdə də ola bilir. Hər an, yəni hər bir yatanda belə hətta biz uşağı müşahidə edə bilərik ki, onun o nəfəsində, onun yuxusunda, onun o uşaq var ki, yatanda davamlı səksəkəli yatır, beyin daxili təzyiq özünü göstərir, şiddətli tərləmə özünü göstərir, yatan zaman diş qıcaması özünü göstərir. Yəni bunlar hamısı uşaq müşahidəsi haqqında bizi kifayət qədər yatan zaman belə məlumat verir. Bu gündəlik müşahidədir və kəsintisizdir. Lakin dövri müşahidə artıq müəyyən dövrdən dövrə bizim uşaqlar haqqında gündəlik müşahidənin nəticələrini təfsilatı ilə dəqiq, düzgün və araşdırdıqdan sonra və dəqiq qənaətə gələndən sonra aldığımız o məlumatlar ki var, bunlar artıq netləşir, qətiyyətləşir, qərəzlilikdən tamamilə ayırdı olur. Artıq biz bunu sübut kimi edə bilirik. Artıq bunu dövri müşahidə vərəqində yaza bilirik. Onda gündəlik müşahidə ilə dövri müşahidənin fərqi nədir? Gündəlik müşahidədə sən ehtimalda, sən təsəvvürdə, sən ehtiyatda, şübhədə, bəlkə də düşünə bilərsən. Sənin şəxsi mühakimən də olar, şəxsi mülahizən də olar, şəxsi dünya görüşündən bir fikir də olar. Yəni bu sənin şəxsi fikirlərin olar. Amma əsla desəm ki, sübut edə bilmərsən. Amma sənin ki bu fərziyyənin, ehtimalın, şübhən var idi. Amma sən bunu valideynlə, həkimlə, pedaqoqla, nə bilim, psixoloqla, əlindəki göstərici reseptlə, nə bilim, və sair əldə etdiyin dəqiq məlumatlarla zənginləşdirib bir sübut halına çevirirsənsə, onda artıq o gündəlik müşahidədən çıxır və mütləq ki, yazılı qeyd istəyir səndən. Çünki bu artıq əsaslandırıldı və müəllimə üçün sübut olundu. Buna deyəcəksiniz dövri müşahidə vərəqləri. Və bu dövri müşahidə vərəqi ona görə də formaldır, ona görə də obyektivdir,
qərəzsizdir, dəqiqdir və cədvəllərdə yazılır, sütunlarda yazılır və şəxsi inkişaf izləmənin tərkibinə aiddir. Lakin təsviri gündəlik qeydi də mən bu iki müşahidənin arasında yazmışam. Məqsədim nədir? Ona görə ki, gündəlik müşahidədə bəzən ki, ehtimalınız, fərziyyəniz olur. Lakin əlinizdə bir dənə gündəlik o yaddaş kitabçası kimi rəsmi olmayan bir cızma qara dəftəri deyək də, bir cızma qara dəftərinə ehtiyacın var. Amma bu sənin ehtimalındır. Amma beynindən də çıxa bilər. Nəticə etibarən 20 uşaqdan hətta bəzən 30 uşağa qədər işləyə bilirsən. Deməli, bu zaman artıq nə olur? Bu təsviri gündəlik qeyd dəftərində yazıla bilir. Onda təsviri gündəlik qeydlə gündəlik müşahidənin fərqi nə oldu? Gündəlik müşahidədə əldə etdiyin şərtlər, fərziyyələr, ehtimallar təsviri gündəlik qeyddəki yaddaş dəftərçəsinə yazıldı. Düşüncələrini yaddaş dəftərçəsinə yazdın. Onda bəs onda təsviri gündəlikdə də yazı oldu, dövr müşahidədə də yazı oldu. Bəs onda bunların fərqi nədir? Fərq budur ki, təsviri gündəlik qeyddə yazdıqların sənin şəxsi təəssüratın, şəxsi rəyin, subyektiv fikrin, şəxsi fərziyyəndir. Amma dövr müşahidədə şəxsi olan, subyektiv olan, təəssürat olan hər şey rəsmi, dəqiq, obyektiv təəssürat yox, təfərrüatla əvəzlənir. Yəni, artıq dəqiqləşdirilmiş məlumatlar yazılmış olur. Üçünün də ortaq cəhəti nədir? Üçü də şəxsi inkişaf izləmənin tərkibinə aiddir. Çünki bunlar il boyu izləmənin göstəricisidir. Burada da qeyd etmişəm oxşarlıq. Hər ikisi təsvir və dövr müşahidə yazılı formada aparılır. Hər ikisi uşağın inkişafı haqqında məlumat verilir. Qeyd edim ki, qayd aparılır, bəli. Əsas fərqlər gündəlik müşahidə yazılmır, sadəcə izləmədir. Təsviri qeyd yazılır, amma subyektivdir. Nə? Təəssürat, fikir, rəy. Dövr müşahidə də yazılır, amma necə yazılır? Obyektiv, dəqiqləşmiş və faktlarla. Bu belə. Daha sonra müsahibə var. Müsahibədə, müşahidədə və şifahi sorğuda. Bunlar üçündə, üç haqqında mən məlumat verəcəm. Hətta ailə məlumatlarını da gətirə bilərik bura. Biz bu üçünü də diaqnostik məqsədlə də istifadə edə bilərik. Amma davamlı qiymətləndirmə vasitəsi kimi çıxış edir. Bax. Yəni deməyim budur ki, müşahidəni diaqnostik qiymətləndirmə kimi də, yəni bir uşağı təzə gəlib, tanımırsan, bələd deyilsən, nə potensialına, nə dünya görüşünə, nə maraq dairəsinə, nə qabiliyyətinə. Sən onu müşahidə edib, onun davranışı haqqında, idraki haqqında, fiziki bacarıqlar haqqında kifayət qədər məlumat əldə edə bilərsən. Amma bu demək deyil ki, müşahidə diaqnostikin göstəricisidir. Müşahidə davamlı qiymətləndirmə vasitəsi kimi çıxış edir. Çünki onu hər zaman müşahidən aparırıq. Amma lazım olarsa diaqnostikada da müşahidədən istifadə edə bilərik. Amma nə oldu? Müntəzəm qiymətləndirmə vasitəsi kimi çıxış etdi. Müsahibə. Müsahibədə yenə də müntəzəm qiymətləndirmə vasitəsi kimi çıxış edir. Amma müsahibə də yenə də diaqnostik məqsədlə də istifadə edə bilərsən. Müşahidə ilə müsahibənin fərqi nədir? Müsahibədə söhbət var, ünsiyyət var, danışmaq var. Müsahibədə uşağın dünya görüşü, dedik ya ki, biz diaqnostik məqsəddə uşağın dünya görüşü haqqında məlumat toplaya bilirik. Bax, biz burada müsahibədə sual verə bilərik. Sənin ən sevdiyin cizgi film hansıdır? Boş vaxtında kimlə oynamaq istəyirsən? Boş vaxtında nə etməyi sevirsən? Evdə ən çox kimlə vaxt keçirəndə sənə xoş olur? Yay tətilini harda keçirmək istəyirsən? Və yaxud ən sevdiyin rəng hansıdır? Ən sevdiyin yemək hansıdır? Yəni, o sevdikləri bir şeylər soruşursunuz. Bu müsahibədir. Amma bunu
Biz yalnız diaqnostikdə bu tipli sual soruşuruq da dünya görüşü. Amma şəxsi inkişafi izləmədə artıq bugün bağçaya kimdən gəldin, bugün gələrkən nə gördün, bugün gələndə ataya nə sual verdin, ondan nəyi öyrəndin yeni, hava necə idi gələndə. Artıq görürsüz, bu artıq təlim prosesində gündəlik olaraq verdiyim suallardır. Ona görə də müsahibə daha çox şifahi və söhbət yolu ilə aparılır. Lakin müsahibənin bir də əlavə belə deyək, açar sözdə var ki, burada valideyn də iştirak edə bilər. Yəni valideyn uşaq tərbiyəçinin birgə qarşılıqlı əlaqəsi də ola bilər. Lakin şifahi sorğuda müəllimlər artıq müsahibədə uşağın subyektiv cavab vermə ixtiyarı var. Yəni ola bilər deyər ki, mən deyək məsələn hansısa bir qorxulu cizgi film qəhrəmanı olsun, kapumbaları sevirəm. Biz ona deyə bilmərik ki, sən niyə görə onu sevirsən? Günahlandıra bilmərsiniz. Niyə deyə mühakimə edə bilmərsiniz. Sadəcə soruşa bilərsiniz. Başqa nəyi sevirsən? Niyə görə onu çox sevirsən? Onda ən çox sənin diqqətini çəkən şey nədir? Yeri gəlmişkən qeyd edim ki, refleksiv sual müsahibənin növüdür. Amma hələ siz onları keçmirsiniz. Çünki hələ bizim çərçivə sədrimizdə bunlar yoxdur. Amma kökünü soruşsaz ki, refleksiv sual hardan gəlir? Müsahibənin bir neçə növü var. Onlardan biri də refleksiv sualdır. 3-2-1 çıxış bileti. Oradan gəlir kökü. Amma o hələ bilmirək, gələcəkdə düşər, düşməz, o gələcəyin işidir. Məhz refleksiv tipli suallar verirsən və uşağın subyektiv cavabı var. Amma şifahi sorğuda da sual verirsən. Amma orada artıq uşağın ixtiyarı yoxdur və sizin doğru cavab kimi qəbul etmirsiniz onun verdiyi subyektiv cavabı. Burada cavab obyektiv olmalıdır. Örnək olaraq, Azərbaycanın bayrağının neçə rəngi var? Paytaxtımız haradır? O deməli deyil, mən Şəkidə yaşayıram, Azərbaycanın paytaxtı Şəkidir. Belə deyirsə, artıq bu cavab doğru deyil. Və burada mən o bayaq dedim, müsahibədə demirsən, niyə görə sən bu cizgi film qəhrəmanını sevdin, niyə görə Spider-Man-i sevdin. Soruşa bilərsiniz, niyə ona maraqlı gəldi. Amma onu sevmə, orada nə tapırsan ki, onda nə maraq var ki, belə deyə bilmərsən. Amma şifahi sorğuda biz deməliyik ki, limon qırmızı rəng deyil, limon sarıdır, yaşıldır. Yəni burada artıq uşağın net və konkret cavabı olmalıdır və valideynin rolu yoxdur. Müsahibə söhbət xarakterlidir, valideynin rolu var. Amma şifahi sorğu didaktik oyun, söhbət və oyun formasındadır. Və burada artıq uşağın tətbiq etmə bacarığı öyrəndiyi məlumatın nə qədər təfsilatı ilə danışa bilir, budur. Fəaliyyət məhsullarının təhlili. Bu artıq bir neçə fəaliyyət, məsələn, rəsm yapma, quraşdırma, aplikasiya, əl işlərinin ümumi göstəriciləri burada qeyd olunur. Yəni, bu təsviri fəaliyyətin bir növ, məsələn, göstəriciləri var ki, çəkdiyi şəkillər, yapdığı yapmalar, hansı ki, uşaqlar dovşan yapır, onu vərəqə yastı formada yapışdırırlar, portfolyoda saxlayırlar, onun müqayisəli dəyərləndirməsidir. Portfolyo haqqında danışdıq, gündəlik qeydlər haqqında danışdıq, gəldik iş nümunələri. İş nümunəsindən fəaliyyət məhsullarının təhlili fərqi nədir? İş nümunələri uşağın bir-bir işçi vərəqlərində göstərdiyi işlərdir. Məsələn, bugün hal-hazırda uşağın çəkdiyi dovşan şəklinə rəy bildirirəmsə, bu iş nümunəsidir. Bir neçə şəkilləri dəyərləndirirəmsə, bu zaman fəaliyyət məhsullarının təhlilidir. Bir iş nümunəsi fəaliyyət məhsullarının təhlilini, fəaliyyət məhsullarının təhlili isə portfolyonu bizə, belə deyək də, iş nümunəsi kiçik anlayışdır fəaliyyət məhsullarının təhlilindən, fəaliyyət məhsullarının təhlili kiçik anlayışdır portfolyodan. Ailə məlumatlarıdır. Biz burada diaqnostikdə ailə məlumatlarından istifadə edə bilirik. Ona görə də müşahidə, müsahibə, şifahi sorğu və ailə məlumatları diaqnostik məqsədlə də istifadə oluna bilər. Burada ailələrdən məlumat alırıq. Uşağın sevdiyi fəaliyyətlər, evdəki davranışı, bacı-qardaşla ünsiyyəti, uşağın evdəki əmək, məsuliyyət vərdişləri bu şəkildə. Və inkişaf səviyyəsi cədvəlləri də, bunu da qeyd etdik ki, 3 məqsəd varsa, 3 dənə də inkişaf izləmə cədvəli olur.
Qiymətləndirmənin 3 növü var. Qiymətləndirmə vasitələri isə müşahidə, müsahibə, sorğu, gündəlik qeydlər, ailə məlumatları, iş nümunələri bunlardır. Səsi Müəllimə. bağlayın. Hələ bitməyib fikrim. Səsi bağlayın. Düzgün və hərtərəfli dəyərləndirmə. Düzgün və hərtərəfli dəyərləndirmə nədir? Hər bir uşağın çatışmayan cəhətindən deyil, potensial imkana yönəlməlidir. İlk elə girişimiz bu cümlə ilə oldu. Çox ölçülü olmalıdır, hərtərəfli olmalıdır. Sosial-emosional inkişafa da ən azı idrak inkişaf qədər yer verilməlidir. Çünki valideynlər və müəllimlər həmişə uşağın öyrənsin, əlacları olsa uşaqdan üzündən oxu tələb eləyərlər. Yəni bu doğru deyil. Uşağın emosional rahatlığı varmı, özünü ifadə etməsi varmı, qorxusu gedirmi, uşaq risklidirmi, cəsarətlidirmi, özgüvənlidirmi, ona hansısa bir bullying, şiddətə məruz qalanda cavab verə biləcəkmi? Məsələn, uşaq var ki, deyəndə mən səni sevmirəm, oturur, ağlayır, məyus olur. Amma uşaq cavab verə bilməlidir ki, sən məni sevməyə də bilərsən, axı mən özümü sevirəm. Bu cavablara hazırdırmı? Bax, ona görə də emosional inkişaf məktəbə qədər də ən az idrak qədər yer verilməlidir. Tərbiyəçi valideyn, tərbiyəçi uşaq münasibətləri qorunmalıdır, uşağın uğuruna köklənməlidir. Müəllimin planlaşdırdığı məşğələnin tətbiq etdiyi təlim strategiyalarının təcrübədə nə dərəcədə səmərəli olduğu. Qeyd edim ki, bu cümlə təlim strategiyası planın tərtib olunmasıdır və səmərəli planın işi diaqnostik qiymətləndirmədən başlayır. Bu cümləni plan tərtib olunur, diaqnostik qiymətləndirmədə izahını verdim. Çünki təlim strategiyası plan deməkdir, plan da səmərəlidir. Məhz diaqnostik qiymətləndirmədə tərtib olunarkən. Yəni bu cümlə əslində diaqnostikin məzmununu daşıyır və təlim nəticələrinin nail olmalarını təmin etmək üçün dəyişiklikləri həyata keçirilir. Bayaq bu hissəndə qeyd etdik ki, planda çevik dəyişiklik diaqnostikdir. Yəni ümumi göstərici ilə bu hissə diaqnostikin əhəmiyyətindən danışır, amma ümumi qiymətləndirmə prinsipi kim bizə verilib? Uşaqlarda mənfi hisslər oyatmır, özünə inam irəli getmək. Biz qeyd etdik ki, rəylər, emosiyalar, gözləntilər və sağlam psixoloji mühit şəxsi inkişaf izləmədir. Yəni bu diaqnostikin əhəmiyyətidirsə, bu da şəxsi inkişaf izləmənin əslində əhəmiyyətidir. Dəlillərə vaxtaşırı dəlillər də bildiniz ki, portfolyodadır. Bu da şəxsi inkişaf izləmədir. Mütləq vaxtaşırı dəlillər toplanmalıdır və uşağın ehtiyacı, öyrənmə və inkişafı həssaslıqla əks olunmalıdır və bu da şəxsi inkişafı izləmədir. Çünki ən həssas qiymətləndirmə şəxsi inkişafı izləmədir. Məktəbəqədər yaş uşaqların bacarıqları dəyərləndirilməli, başqalarıyla müqayisə olunmamalı, özü ilə müqayisə edilməli və uşaq bütövlükdə götürülüb hərtərəfli yanaşılmalıdır. Bugünkü mövzumuz bu qədər. İndi artıq suallarınızı verə bilərsiniz. Müəllimə, bir sual verin, elə qiymətləndirmə ilə bağlıdır. Məsələn, uşaq ikinci rübdə gəlir, bağçaya ikinci rübdə gəlir, biz onu diaqnostik qiymətləndirmə eləyirik. Amma o, məsələn, o bir uşaqlar artıq üçüncü rübün qiymətləndirməsini edirlərsə, onda biz ona necə eləməliyik? O birinci, ikinci rübün də qiymətləndirməsini eləməliyikmi, yoxsa yəni zamana buraxmalıyıq, hansı qiymətləndirməyə qədər çata bilirsə, yəni il sonuna qədər. Uşaq ikinci rübdən gəlibsə, düzdür? İkinci rübdən gəlibsə, ona birinci rübün qiymətləndirməsini etməlisiniz. Birinci rübdə nə qazanıb? Bəli. Ona görə dedim, görüm o, məsələn, bir yoxlama gələrsə, onu bizdə problem tuta bilərmi? O mənadan soruşmaq istədim ki, yəni hal-hazırda elə bir uşağımız var idi, gəlmişdi və biz artıq o birərində üçüncü rübə eləyirik. Bunda birinci rübə eləyirik də. Yox, birinci, bu ikinci rübdə gəlibsə, ikinci rübə eləyirsiniz də. Yox, artıq onlar üçə keçibsə, bu ikinci rübdür. İkinci rübdə gəlibsə, birinci rübdür. Hə, yəni onlardan, digər uşaqlardan geridə qalması bizə problem olmaz. Bundan öncəki rübü nəzərdə tutun da. İndi gəlib, bundan öncəki rübü siz. Məsələn, üçüncü rübdür gəlib, düzdür? Onda ikinci rübü. İkinci rübü gəlibsə, birinci rübü. Hə, təşəkkür edirəm müəllimə. Dedim, görüm doğru mu eləmişik, yoxsa yanlış mı? Ona görə soruşdum. Çox sağ olun. Bəli. Olar bir sual vereyim. Şəhnə müəllimə, diaqnostik qiymətləndirmə onda uşaq yönümlü, inkişafın izlənməsi inkişaf yönümlü, yekun hesabatda nəticə yönümlüdür də. Bəli, bəli, bəli.
Çox sağ olun müəllimə, Siz- təşəkkür edirəm. Siz sağ olun. Müəllimə, Müəllimə, bu fəaliyyət məhsullarının təhlili ilə iş nümunələrinə aid şəkil formasında ata bilərsiniz. Biraz mənim üçün o ikisi yenə qarışıq Gəlin qaldı. göstərim sizə. Bax, bircə saniyə. Bircə saniyə. Məsələn, götürürəm iş nümunəsi. Bu. Bu hər məşğələyə uyğun fərqli işçi vərəqləridir də görürsüz. Sən bunu götürək. Bunları kəsib yapışdırdım, düzdür? Faktiki olaraq bunu siz qiymətləndirirsinizsə, bu iş nümunəsidir. Amma fəaliyyət məhsullarının təhlili, təhlil nədir? Dəyərləndirmə. Bu olacaq qiymətləndirmə. Çünki iş nümunəsi tək-təkdir. Bu oldu qiymətləndirmə. Amma siz buna baxırsınız, sonra buna baxırsınız, bu işimə, bu işimə, bu işimə. Artıq bunlar birlikdə nədir? Fəaliyyət məhsullarının kompleks təhlili. Birincidə daha yaxşıdır, ikincidə biraz zəif, üçüncü yenidən yaxşıdır, dördüncü lap yaxşıdır. Bu oldu fəaliyyət məhsullarının təhlili. Müəllimə, elə bil mən belə başa düşürəm ki, bu fəaliyyət məhsullarının təhlili olanda sırf onu mən təsviri fəaliyyətə aid götürürdüm. Amma burada tutaq ki, siz bax bu dairələri falan ki qoyuruq yerinə. Bax bunu elə bil inteqrasiya eləmişəm. O mövzu ilə əlaqədar belə iş nümunəsi vermişəm. Bax bunu iş nümunəsi götürürəm. İş nümunəsi Mən onu yanlış anlamışam. İş nümunəsi götürürsünüz. Zaten iş nümunəsində əl işləridir, əməli fəaliyyətlərdə əl işləridir. Bax, bunun özü nədir? Məsələn, kəsməkdə mən çalışıram ki, aplikasiya tipli bir şeylər göstərim. Görürsünüz, bax, bunlar iş nümunəsidir. Bir də iş nümunəsinə məşğələni tətbiq etmə mərhələsi var ha. Bəli. Tətbiq etmə mərhələsində verdiyiniz 1.1.4 standartları da iş nümunəsidir. Amma fəaliyyət məhsullarının təhlilində artıq bütün bu işlərin kompleks formada təhlilidir, dəyərləndirməsidir. Orada bir nümunəyə baxmırsınız. Bütün nümunələr, necə ki portfolyoda bir şeyə baxmırsınız da hamısına baxa bilirsiniz, düzdür? Burada da fəaliyyət məhsullarının təhlilində də bir neçə əl işinin müqayisəli təhlilini verirsiniz. Fəaliyyət məhsullarının iş nümunəsindən baxıb elə bil dəyərləndiririk. Ay sağ olun. Ay sağ. İş nümunələri fəaliyyət məhsullarının təhlilini yaradır. Yəni fəaliyyət məhsullarının təhlilinin təhlil olma səbəbi iş nümunələridir. Aha, başa Yəni düşdüm. bir iş nümunəsi varsa, bir dənə bir iş nümunəsi, amma bir neçədirsə, onları təhlil ediriksə, fəaliyyət təhlillərinin məhsulu. Belə başa düşdüm. Sağ olun. Ay sağ. Məsələn, mən bu gün dərsin sonunda fəaliyyət məhsullarının təhlilini edə bilmərəm, çünki toplamamışam. Amma bir neçə məşğələni artıq məzmununu, əl işlərini toplayıb təhlil ediriksə, bu olur fəaliyyət məhsullarının təhlili. Müəllimə sual verə bilərəm. Buyurun. Çox sağ olun müəllimə. Siz sağ olun. 2023-cü ildə işə qəbul imtahanında iştirak etmiş müəllimlər bu ilki sertifikasiyada iştirak edəcək, yəni 3 il tamam olur. Oktyabrda əgər sertifikasiya düşsə ki, bu dəqiq deyil təbii ki, oktyabrda düşsə, sentyabrda artıq tamam olmuş olacaq ki, oktyabrda imtahan olsun. Aha, oldu, çox sağ olun. Siz sağ olun. Şanə, Mən- olaraq bir sual verirəm, xahiş edirəm. Buyurun. Mən işləyirəm hal-hazırda da, yəni 9 ildir, amma imtahan